Hamıya salam. Artıq yolun yarısındayım və tərəzdəki rəqəmlər məni təbəssümlə qarşılayır. Bugün 15-ci gündür. Arıqlamaq özünü ac qoymaq deyil, bədəni düzgün qidalandırmaqdır. Boşqabımı rəngarəng tərəvəzlərlə doldururam. Xiyar, pomidor, faydalı yağ mənbəyi olan avokado və zülal olaraq yumurta. Üzərinə biraz çörək otu səpirəm ki, həm dadlı olsun, həm də metabolizmamı sürətləndirsin. Növbəti yeməyimdə isə əsas qəhrəman toyuq filesidir. Onu duz və ya biraz isti yodda dadlandırıb az yağda qızardıram. Yanına isə bol göyərtili və limonlu bir salat hazırlayıram. Görürsünüz, sağlam qidalanmaq həm də çox iştahlı görünə bilər. Və nəticədə həm doyumlu, həm də hədəfimə bir addım daha yaxınlaşıram. Sonda isə gəlin rəqəmlərə birlikdə baxaq. Bir həftəyə mənfi 1,6 kiloqramla davam edirəm. Kiçik addımlar böyük nəticələr doğurur. Unutmayın, əgər mən edə bilirəmsə, siz də edə bilərsiniz. İnanın və başlayın.